Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müayinə haqqında çağırışlara psixiatr doktor Günel Soylu haqqında. Soylu görə kimdir Günel? Psixiatr Günel Soylu eyni zamanda Məşəqadakı 1 nömrəli ruhi xəstəxanada çalışır. Əsgərlik ilə bağlı çağırışçıların qollarında kəsik olduğu halda, psixoloji durumu pis vəziyyətdə olduğu halda məcburi psixi vəziyyətdə xəstəxana şəraitində olmalıdır. Məcburi bu halda da ruhi xəstəxanaya göndərir, orada çalışdığına görə oradakı əlaqələrindən istifadə edərək hamısının sağlam diaqnozu qoydurur və hərbi xidmətə yararlı hesab edilir. Eyni vaxtda da Müdafiə Nazirliyində ümumilikdə 3 dövlət qurumunda çalışır. Bu kimdir? Bu kimdir? 3 dövlət qurumunda çalışan Günel Soylu. Sistemə baxın, siz necə baxıb görsəniz ki, bu adam dəhşətli dərəcədə qudurub. Hal-hazırda çalışdığı qurumlar 3 dövlət qurumunda çalışır bu Günel Soylu. Bu Günel Soylu bu adamdır. Bu belə göstərir burada. Günel Soylu bu adamdır. Nə tərdə döşüyüb yazı platformasına yaxşı klient tutmaq üçün. Budur da yəqin ki, budur Günel Soylu. Günel Soylu hara bağlıdır, kimə bağlıdır? Düzdür, mən belə bir vacib vaxtı mən buna baş qoşdumsa, bunun axırı heç də yaxşı olmayacaq. Deməli, mənim məqsədim orada xəstə uşaqların hərbi xidmətə göndərməyinin qarşısını almaqdır. Heç bir halda psixiatr xanımla şəxsi qərəzliyim yoxdur. Vay, görün nə deyir? Deməli, bu qadın var, 3 dənə dövlət qurumunda işləyən, deməli, psixoloq deyilən bu qancıq, psixoloji xəstəyə işgəncə verib, təsir göstərib işgəncə verib, psixiatriya xəstəxanasında saatlarla bunun işgəncəsi davam edib, həmin otaqda kameralar da var idi, sadəcə kameralardan görüntülər sinilibdi, həmin tarixdə həkimlə bağlı şikayətlər olunubdu, lakin şikayətlərə baxılmayıb, daha da əl üstə tutulubdu, həmin tarixdə internetdə xəbər saytları paylaşılsa da silinibdi ya da bloklanıbdı. Ağır psixoloji problemi olan xəstə necə işləyə bilər? Günel Soylu tərəfindən psixoloji təsir göstərilir, otaqda kameralar var, kameralar. Görün, mediaya da yayılıb. Yəni bu mən indi dediyim xəbərlər rəsmi saytlara da yayılıbdır. Sadəcə onu bilin ki, zərrə qədər məlumatımda yanlışlıq ola bilməz. Məni maraqlandıran Əlillərin Reabilitasiya Mərkəzindəki fəaliyyətidir. Pensiyaları kəsib xəstələrə yararlı yazı müharibə başlayır deyə əsgərliyə göndərir. Görün necə insandır ki, birbaşa internet xəbər səhifələrinə belə təzyiq göstərib, kənarda müdaxilə etdirib, barəsində bir neçə məlumat yayılsa da silinib, bloklanıb. Yəni mən burada nə deyim sizə deyə, eləmə, bu Günel Soylu birbaşa mıtığını Kemaləddinlə Sahil Babayeva yalatdırandır. Yəni, bunun hamısı ondan yayılan sosial şəbəkələrdə, rəsmi xəbərlərdə yayılan məlumatlardır. Hürriyyətə baxın, hürriyyətə, ağır psixoloji problem, bax, hamısı Soyludan gedir az söhbət. Yəqin ki, bununla lazım qurumlar məşğul olacaq, bax. Elə göstərirəm ki, lazım qurumlar məşğul olsun. Və deyilən vətənlər, boy, nələr. Günel Soylu kimdir? Bu dişi qancıq kimdir? Dişi qancıq. Boy, görün nələr var, nələr. Hələ qoy bu tərəfə keçək, bax, buraları da belə göstərəcək. Sahil Babayevlə əlaqələri. Bu hamısı rəsmi saytlar yazır, tədbir görən yoxdur. Çünki bu Günel Soylu mamışını Kemaləddin Heydərova və Sahil Babayeva yalatdıran qancıq olubdur. Bu mənim qarmağıma keçdisə, bunun haqqında mənə məlumat verin. Qabil bundan danışdısa, bu üsulə nədir o? Bunu həkimi vurub öldürəcəklər. Mən sizə dedim, çox oğlanları bədbəxt edib, xəstə oğlanlar göndəribdir cəbhəyə. Bunu o xəstə oğlanların, birisi də Qabil dəlicəsinə sevənlər var, bunu vurub öldürəcəklər. Söhbət burada psixiatr Günel Soyludan gedir. Tam oxuyun. Adı da qeyd olunur. Mən bunu oxumağa vaxtım mı var mən? Mən nazirlə boyda məşğul olmuram. Konkret mənə öldürdüyü diriltdiyi adam verin, konkret də Qabil danışsın, öldürsünlər, onu tutarsın canımız ondan. Bu bir ananın şikayətidir. Tarix 23, 11, 21, 16, 15, 25 xəstələrə işgəncə verir. Qadına bax, xəstələri paçasının arasına alır, Hələ oğlanları, əskər yaşa, paçasının arasına alır, ay başa ola. Cəmaatı bastırır. Buna bax, cümlələr yazılır. Özü də Qabil bəy bildiyim qədərilə lezbiyandır, qadınla cinsi əlaqəyə girir. Deməli, mən yalan demirəm, ay kişi, mən elə bir oğul deyiləm, bax, qadınla cinsi əlaqəyə girir, bax, lezbiyandır, yekəriflərlə. Bax, burada tərsinə çıx. Xəstələrə işgəncə verir. Bildiyiniz lezbiyandır, qadınla cinsi əlaqəyə girir, qeyri-etik formada tək qadın xəstələrə deyil, eləcə də onun diqqətini cəlb edən kişilərə bir neçə evi var. Ora aparır kişiləri, bir nömrəli psixiatriya xəstəxanasında gecə vaxtı çıxarır, bir neçə saatlıq, bunun özünün psixoloji narahatçılığı var. Bu qadın dəli deməli başdır. Dərhal çıxarılmalıdır, deməli, Əlillərin Reabilitasiya Mərkəzindən, DSMP-dən. Deməli, fikirləşin, prokurorluq toxuna bilmir bu adama, Qabildən başqa heç kim tab gələ bilmir. Küçükdən oynamaq lazım deyil, küçüyün yəsindən danışmaq lazım, yəsin başını tapdalamaq lazım. Hansı psixiatr 2 saat xəstə ilə müayinə aparır, o otağı bağlayıb dalda xəstə ilə qayıdışır, xoşu gələn xəstələrlə. Qabil bəy harada görünür psixiatr xəstənin şeyini əlləsin. Bu beyninlə oynamalıdır. Nədir, Soylu nədir o Soylu? Dalba yox, qıza dalba yox. Cəmaatın bu başına məşğul olmasın, aşağıda şeyinin başına oynamamalısan. Bu hamısı, bunu eləyən bu da Günel Soylu. O, 3 nazirlikdə işləyən Günel Soylu. Nədə bomba şey da. Bunun üzrə baxanda mən bilirəm bu dəlidir. Buna. Mən bunun böyüyünü, bu kimdir, bu? Kimə yalatdırır hansı nazirə? Mən o lazımdır, bu kimdir, mən bundan oynayım. Bilin günün bu vaxtı. İndi Qabil bəy bunu da çatdırın, psixiatriya diaqnozları olan xəstələri yararlı çıxardıb əsgər aparıblar. Bu xəstəsiniz gəlin basın altında salın qaydında bu Soylunu.
Sizə nə verəcəklər? Deməli, yararlı çıxarıb komçilik inanın bunu. Aparırlar bu xəstələr orada hər hansısa bir əsgərə zərər vurarsa kim məsuliyyətə cəlb olunacaq? Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində işləyən bu qancıq dərhal vəzifəsindən azad edilməlidir. Bunun haqqında mənə elə məlumat verin ki, mən o məlumat verəndə gecə qara maskalılar düşsün dalınca. Yaxşımı? Yaxşımı? Mən sözümü dedim. Bununla məşğul olmaq istəyirəm ki. Baxıram, ciddi məsələdir. Hələ qabaqdan sabah gəlirsə balalarımıza park qırdıracaq bu xəstə balalarımızı. Yəni bundan yaxşı məlumat verin mənə.